Birinci sualın izahına baxaq. Ancaq əşya adı bildirən sözlərdən ibarət cümlədir. Əşya adı bildirən sözlər deyəndə nə nəzərdə tutulur? İsimlər. Əşya adı bildirən sözlər, yəni bizdən isim istəyir. Digər nitq hissələrin gəlin çıxaq. Bax, burada susmaq görürəm. Tez inkarda işlədirəm. Susmamaq. Ma şəkilçisini artırın. Deməli, feildir. Çıxdı. Qəzəb və dərman isimdir. Bu olardı. İkisi olar, susmaq sözünə görə olmaz. Tükənməz xəzinədir. Tükənməz. Necə? Sifətdir. Çıxdıq. İsmin sualı nədir? Kim? Nə? Hara? Bunları axtarmalıyıq biz. Dəhşətli xəstəlikdir. Necə? Dəhşətli. Sifətdir. Çıxıldı. Böyük sözü sifətdir. Çıxdıq. Səbir isim. Sonra ağıl isim. Xəzinə isim. Deməli, doğru cavab olur. Birinci, yəni A variantımız. Daha sonra nöqtələrin yerinə hansı söz əlavə olunsa, nümunə məcazi mənalı olar. Məcazi mənalı nümunə istəyir bizdən. Ürəyi sağlamdır. Həqiqətən də ürəyi sağlam ola bilər. Ürəyi sol tərəfdədir. Həqiqi mənadadır. Ürəyi müayinə olunur, oluna bilər. Həqiqidir. Ürəyi döyünür. Həqiqidir. Ürəyi getdi. Yəni, ürək gedə bilməz axı. Bu getmək feili aktiv iştirak eləmir həmin bu hissədə, bu birləşmədə, bu cümlədə. Ürəyi getdi. Yəni, ürək getdi, dedi, hə, sağ olun, mən çıxdım, getdim, yox. Yəni, ürəyi getmək ikisi bir yerdə nədir? Ürəyi getdi, yıxıldı, bayıldı və ya çox xoşuna gəldi bu anlamda. Ona görə doğru cavab variantı A variantıdır. Sonra, yerinə görə hansı sözləri mənsubiyyət və ya hal şəkilçisili isim hesab etmək olar. Baxın, ya mənsubiyyət olmalıdır, ya da hal şəkilçili kimi düşünməlidir. Və ya deyir burada. Və demir, və ya deyir. Yəni, ikisindən biri olmalıdır. Ya sən onu mənsubiyyət kimi düşünməlisən, ya da hal şəkilçili kimi. Amma nə olmalıdır? İsim olmalıdır. Birinci burada oxumaq var. Oxumaq, oxumamaq. Məsdər olduğuna görə, feil olduğuna görə tez üçü çıxırıq variantlardan. Üçü variantdan çıxdıq. Vətənin. Desəm ki, buna sənin vətənin burada olacaq mənsubiyyə şəkilçisi, yəni adlı xal. Bir də deyirəm ki, vətənin övladları. Vətənin övladı. Buradakı ində yəli yal olacaq. Deməli, bir məqamda yəli yal kimi, bir məqamda mənsubiyyət kimi düşünə bilərəm. Deyirəm ki, onun vətəni. Buradakı i mənsubiyyətli, yəni adlı xal. Bir də deyirəm ki, vətəni qoru. Buradakı i də təsirli yal. İki də ola bilər. Təsirli kimi də ola bilər, hal da ola bilər. Sonra çaydanı. Onun çaydanı. I burada mənsubiyyətdir. Deyirəm ki, çaydanı su ilə doldur. Nəyi? Çaydanı. Bu da təsirlidir. 4 olar. 1, 2, 4-dür cavabımız. 5 niyə ola bilər? Ola bilməz. Çünki 5-də həm mənsubiyyət, həm də hal şəkilçisi var. Demir ki, hansı isimdə mənsubiyyət və hal şəkilçisi işlənib? Deyir ki, ya mənsubiyyət kimi düşünülsün, ya hal kimi düşünülsün. Ona görə 5-i çıxdıq. Cavab 1, 2, 4. Deməli, 1, 2, 4. Sonra klasteri tamamlaya bilən sözlərdir. Klasteri tamamlaya bilən. Amonim kimi işlənmir. Qazdı. Qazdı. Bir var, yeri qazdı. Burada biraz qüsur var. Çünki neynəsək də qazdı sözü amonimdə başlanğıc formaya baxırıq. Qazdı. Qazdı. Qazdı da qrammatik şəkilçi. Başlanğıc forması qazdı da, qazdı amonimdir. Yəqin ki, nümunələri uğurlu deyil. Amma bizə nə lazımdır? Amonim kimi işlənməyən sözləri seçək. Elə bir ki, bunların verdiyi nümunəyə fikir vermirik. Diqqətsiz olublar. Aş sözü amonim olur. Görüş sözü amonim olur. Aş, yeyilən aş, plov, bir də dağı aşmaq, feil. Görüş başladı isim, onunla görüş feil olur. Gəlir sözü, bir də süzmə sözü amonim olmur. Çünki amonimdə əsas baxırıq biz nəyə? Başlanğıc formaya və yazılış deyiliş eyni olmalıdır. Gəlir, başlanğıc forması isim kimi deyilir, gəlirik, çıxarır, pul anlamında. Gəlirdi, bir də deyirəm, o bizə gəlir. Nə edir? Gəldi başlanğıc forma. Birində gəlirdi, birində gəldi.
Ona görə amonim deyil. Süzmə. Bir də var süzmə. Bu niyə belədir? Qoyun buradan yazım. Süzmə. Baxın. Süzmə hazırdır. Süzmə yedi. İsim kimi başlanğıc formasında bütöv süzmə olur. Bir də deyirəm ki, çayı süzmə. Başlanğıc forması süz olur. Deməli, 2 və 3 amonim kimi işləmir. Doğru cavab nə oldu? 2 və 3. Hal şəkiltisi qəbul etmiş hansı sözlər isim deyil? İcid sifətdir, qoca sifətdir. Vətən və günəş isimdir. Ona görə cavab 2-3-dür. 2-3. Sonra qalın saitləri sayı ilə kar samitlərin sayı bərabər olan sözləri müəyyən edin. Sait, samit deyirsə, o saat tələffüsə baxmaq lazımdır. Olacaq saat dar. Digəri bu 1 idi. 2. Armud, armudduq olur. Armudduq. 3. Palıtdıq. Palıtdıq. Sonra 4. Sapsarı. 5. Sonrakı, sonranı düşəcək. Yazdım bunları. İndi mənə nə lazımdır? Deməli, qalın saitlərlə kar samitlərin sayı bərabər olan sözlər. A-da baxıram ki, 2 dənə qalındır. Kar samitlərə baxıram. Biri S-dır, biri də T-dır. D-nin arını çıxdıq. 2 qalın, 2 dənə də kar samitimiz var. 2 qalın sait, 2 dənə də kar. Deməli, 1 olardı. 1-i götürdüm. Armudluqda baxıram. 1, 2, 3 dənə qalın sait var. Kar samitlərə baxam. R-nı çıxdıq, M-nı çıxdıq, D-nı çıxdıq. Baxıram ki, 2 dənədir, T və X. 2 dənə kar. Deməli, 2 olmaz. 2 olan variantları tez çıxıram. Sonra palıtdıq. Baxıram ki, 3 dənə qalın sait var. P-dır, T-dır, X-dır. 3 dənə də kar samit var. Deməli, 3 də olar. 1 də olar, 3 də olar. 1, 3. Sapsarı 1, 2, 3. Baxıram ki, 3 dənə qalın var. S, bir də P. 3 dənə də kar var. 1, 3, 4 cavab. Sonrakıda da baxıram ki, 3 qalındır. O, A, I. Baxıram ki, 2 dənə də, daha doğrusu, S ilə Ç da kardır. 2 dənə də kar var. S və deməli, R-nı çıxdıq, Ç samiti. Düzdürmü? 2 dənə də kar var. Sayıları fərqlidir. Ona görə cavab olur 1, 3, 4. O da olur sonuncu. Qısası tələffüsə baxmaq lazımdır. Hecalara ayrıla bilən, ancaq sətirdən sətirə keçilə bilməyən sözləri müəyyən edin. Yadda saxlayın, tək hecalı sözlər hecaya ayrıla bilmir. Bilmir. Hissi çıxdıq, sonra tippi çıxdıq, ziddi çıxdıq. Bunlar hecalara ayrıla bilmir. İndi deyək ki, sətirdən sətirə keçirilə bilməyən. Hecaya ayrıldı, amma sətirdən sətirə keçirilə bilmədi. Deməli, tək hecalı sözlər. Vəzin də çıxmışdı bu arada. Elan. Olur. Əhəng. Bəli, cavab budur. Görək, bu niyə olmur? Asan, bu olar. Adi, bu da olar. Bəli. Bəli, sətirdən sətirə keçirə bilir. Görürsünüz, 2 hərf var. Ona görə bunu çıxdıq. Bəli olmazdı. Doğru cavab elan olur, əhəng. Cümlələrdə altından xətt çəkilmiş sözlərlə bağlı uyğunluğu müəyyən edin. Bir-biri ilə, həmişə bunu belə ayırın. Rəqəmdən hərfi ayırın. Bir-biri ilə antonim sözlərdir, bir-biri ilə sinonim sözlərdir deyir. Güc müdafiə zamanı deyil, hücum zamanı bilinir. Deməli, baxın. Bax, müdafiə və hücum. Deyir, müdafiə elədi. Özünü müdafiə elədi. Bir də var ki, deyir, hücum elədi. Müdafiəsi güclüydü və ya hücumu. Biri hücum eləyəndə biri özünü müdafiə eləyir. Əks fikirlərdir də. Təbii ki, bunlar bir-biri ilə antonimdir. Birə yazıram A. Əksəriyyət isimdir. Az saydır. Ona görə biri isim, biri say, antonim və sinonim ümumiyyətlə ola bilməz. Eyni diksiyası olmalıdır. B-ni heç birinə aid eləmirəm. Geridən zərfdir.
İrəlidəki də sifətdir. Zərf və sifət fərqli nitq hissəsində antonim və sinonim olmaz. Qorumaq, müdafiə etmək sinonimdir. Deməli 2D-dir. Sərt və yumşaq da antonimdir. 1A-Y, 2D. A variantıdır elə. Sonra hansı bənddəki sözlərin sonuncu hecası ancaq saitdən ibarətdir? Son hecası ancaq saitdən ibarətdir. Baxın, sət, hi. Bunu necə ayılır? Sət, hi. Burada hı var, sait deyil ki. Bədi, i burada var idi. Bu olardı. Bədii olardı, səthi olmazdı. Qala var burada. Olmaz. Daimi. İ olardı. İçtimai. Bu olar. İydi. Mən bədi burada. Bə olmaz. Daşlıdır burada. Olmaz. Burada bidir. Olmaz. İbtida. Burada i qalır. Olar. Əmtə. Burada da ə qalır. Olar. Deməli, doğru cavab ibtidai əmtə. Hansı sözün mənasının izahı səhv verilib? Deməli, baxaq. Vüsət. Vüsət nə deməkdir? Genişlik. Düzdür. Pasifizm hər cür müharibəni inkar edən siyasi cərəyan. Düzdür. Ümman. Böyük dəniz. Ümmana döndü. Dənizə döndü. Redaktə etmək, yoxlamaq. Deyir ki, məsələn, kitabın redaktəsi bitdi. Yəni, yoxlanması bitdi. Fövqəladə adi sıradan yox, qeyri-adidir. Qeyri, fövqəladə hadisə, qeyri-adi. Ona görə səhv fikir budur. Yəni, bu adi sıradan sadə sözünün mənası ola bilər. Doğru cavab olur D variantı.